Herkese salam. Bugün sizlerle birlikte G-Summit'in deyiliş və yazış qaydaları ilə tanış olacağıq. Ümumiyyətlə ilk olaraq onu qeyd eləyək ki, G-Summit'i G kimi, X kimi, K kimi və R kimi tələffüz oluna bilər. Yazışda isə əsasən elə G kimi qalır. Lakin belə bir məqam vardır ki, bir vəziyyətdə G-Summit'inə keçə bilər. İndi onların hər biri haqqında ayrı-ayrılıqda danışacağıq. Gəlin ilk növbədə sözün əvvəlində olan vəziyyətinə tanış olaq. Sözün əvvəlində G-Summit'i həmişə olduğu kimi tələffüz olunur. Elə G kimi yazılır, G kimi də tələffüz olunur. Buna müxtəlif nümunələr göstərə bilərik. Məsələn, Quba sözünü göstərə bilərik. Elə Quba kimi. Və yaxud da qardaş sözün nümunə göstərə bilərik. Elə qardaş kimi tələffüz olunmuş olacaq və çox buna nümunələr deyə bilərik. Lakin bu iki dənə nümunə elə bizə bəs etmiş olur. Baxaq ikinci vəziyyətə. Sözün ortası. Sözün ortasında G-Summit'i K kimi tələffüz oluna bilər və olduğu kimi tələffüz oluna bilər. Həmçinin biz qoşaq G məqamında bilirik. Qoşaq G olanda birincisi keçəcək K-ya. K, G kimi tələffüz olunmuş olacaq. Ümumiyyətlə, gəlin qaydaya aid nümunələrlə tanış olaq. Əgər G-Summit'i sözün ortasında kar Summit'dən əvvəl gələrsə, onda sözün ortasındakı həmin G-Summit'i K kimi tələffüz olunacaq. Tutaq ki, yazıram nöqsan. Tələffüz olunacaq nöqsan. Baxın belə. Sözün ortasında cingiltili Summit'dən əvvəl gələn G-Summit'i isə olduğu kimi tələffüz olunmuş olacaq. Məsələn, yazıram maqnit sözünü yazıram. Deməli, N necə Summit'dir? Cingiltili Summit'dir. Ondan əvvəl gələn G-Summit'i olduğu kimi tələffüz olunur. Çox üzr istəyirəm. Yəni tələffüzdə də olacaq maqnit formasında. Baxın belə. Sözün ortasında iki dənə G yanaşı gələndə birincisi keçəcək K-ya. Tutaq ki, belə bir nümunə yazaq. Yazıram saqqal. Tələffüzdə olacaq saqqal. Baxın belə. Keçirik indi ən əsası sözün sonu vəziyyətinə. Sözün sonunda necə tələffüz olunur? Üçüncü vəziyyət yazaq bura. Sözün sonunda iki minas var. Əgər G-Summit'i, yəni söz G-Summit'i ilə bitirsə, ondan sonra heç nə gəlməsə, ondan sonra Summit'lə başlanan söz və yaxud da Summit'lə başlanan şəkilsi gəlsə, onda G-Summit'i tələffüzdə keçəcək X-yə. X-dir yox, X-yə. Gəlin nümunələr yazaq. Yazaq bulaq sözün. Bulaq sözü necə tələffüz olunur? Bulaq formasında. Çünki ondan sonra heç nə gəlməyib. Aha. Və yaxud da bulaq sözünə Summit'lə başlayan şəkilçi artırırıq. Bulaqlar olur, tələffüzdə olur, bulaqlar. Baxın belə, və yaxud da bulaq başı yazaq. Tələffüzdə olacaq bulaq başı. Bu qədər sadə. Amma ola bilər ki, söz G-Summit'i ilə bitib, ondan sonra saitlə başlanan söz və ya şəkilçi gəlib. Yazırıq G. Ondan sonra saitlə başlanan söz və yaxud da saitlə başlanan şəkilçi. Onda keçəcək G-Summit'inə tələffüzdə. Saitlə başlanan şəkilçi vəziyyətində həm yazılışda, həm tələffüzdə. Burada yazıram həm yazılış, həm tələffüz. Bir dənə saitlə başlanan şəkilçi vəziyyətinə aiddir. Bu yerdə qalan dediyimiz bütün minaslar hamısı tələffüz vəziyyətinə aiddir. Məsələn, yazsam, bulaqla elə gedək. Desəm ki, bulaq ağzı. Tələffüz olunacaq bulaq ağzı.
ağzı formasında tələffüz olunmuş olacaq və yaxud da bulaq sözünə ın şəkilçisi artırsam həm yazılışda, həm də tələffüzdə bulağın olacaq. Bulağın yazılışda da olacaq, bulağın. Çünki burada saitlə başlanan şəkilçi vəziyyətidir. Baxın belə. Bir də dediyim bu qayda əsasən bizim milli sözlərimizdə və çox hecalı sözlərdə ödənilən bir qaydadır. Alınma sözlərinin əksəriyyətində ödənmir və tək hecalı sözlərdə əsasən ödənməyən bir qaydadır. Bir də burada məsələn əxlaq sözünə baxaq. Əxlaq. Məsələn, bunu biz heç vaxt əxlaq kimi tələffüz edə bilmərik. Yəni sözün tələffüz qaydalarına da müəyyən qədər fikir vermək lazımdır. Azərbaycanda bir qayda, elə bir qayda yoxdur ki, həmişə ödənsin. Baxın belə. Əlavə olaraq suallarınız olanda şərhə mütləq qeyd edin. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın.